Deməli, deyim 2025 yeni toplu, eləmi? Duzların hidrolizi. Uşaqlar, birinci hidroliz haqqında 2-3 kəlmə danışaq, sonra keçək suallarını görüm, ona başa düşmüsünüz yoxsa. İlk olaraq hidroliz nə idi? Hidro, sudur, liz isə parçalanma. Yəni su ilə birlikdə duzların parçalanması. Amma biz o prosesi aparmadan da hansı duzun mühiti nətər elədiyini, lakmus hansı rəngə boyadığını, pH-ın necə olduğunu, OH sayının necə dəyişdiyini, prosesin neçə mərhələdə getdiyini, birinci mərhələdə, əgər mərhələdədirsə, necə duz aldığını təyin edə bilirdik də. Məsələn, bir duzumuz var, kuprum, xlor 2 məsələn. Elə, bu mis 2 xloriddir. Burada biz belə bölürük də bunu 2 yerə. Belə 2 yerə ayırırdıq. Kuprum OH2 bunun əsas hissəsidir. H-xlor da bunun turşu hissəsidir. Elə deyildi. Belə ayırırdıq da bunu. Düzdür? İndi həm də baxırdıq əsas zəifdir, yoxsa qüvvətlidir. Turşu zəifdir, yoxsa qüvvətlidir. Biz qüvvətli əsasları bilirik də. Vermişdim sizə nəzəriyyədə. Lityum OH, natrium OH, kalium OH, sonra rubidium OH, sezyum OH, kalsium OH2, barium OH2, strontium OH. Bunlar güclü idi. Qalanları nə idi? Zəif. Biz bunlardan deyil ki, deməli bu zəif əsasdır. Necə əsasdır bu əsasımız? Zəif əsas. Əsasımız zəifdir. Turşuları da qüvvətlərini vermişdim də, 6-7 dənə turşu vardı, hansı ki dedim onları bilmək lazımdır. Elə? Hansı turşular idi onlar? Məsələn, H-xlor O4, H-xlor, H-xlor O3, H-yod, H2SO4, HNO3. Bunlar idi, elədir? H-brom da vardı bəli. Bunlar yazmışam. Bunlar da qüvvətli turşular idi, yerdə qalanları zəif idi. O zaman bizim turşumuz H-xlordur və qüvvətlilərin içindədir. Deməli, o zaman bizim duzu əmələ gətirən əsası qalıq və turşu qalıq, qüvvətli əsas, zəif əsasın və qüvvətli turşunun qalığıdır. Elədir, elədir. Belədir də Burla xatun. Bir də belə demişdim, amma dedim başqa heç yerdə deməyin də bunu. Qüvvətliyə demişdik aha, zəifə demişdik nə? Nökər. Ahamız mənfidir, nökərimiz müsbətdir, 2 müsbət. Çünki 2 dənə OH itirdiyi üçün 2 müsbət, bir dənə OH itirdiyi üçün mənfi. H itirən mənfi olur, OH itirən müsbət. O zaman mühit necə olurdu mühit? Demişik kimin meydanı olurdu? Ağanın meydanı olurdu, qüvvətlinin meydanı olurdu. Deməli mühit turş olacaq. Turş mühitdə CH müsbət mi çox olurdu, COH mənfi mi? Qatılır. Və yaxud da say da deyə bilərsən, N də deyə bilərsən. Say, maddə miqdarı qatılır, bunlar bir-birlə əlaqəli anlayışlardır. H müsbət çox olurdu. pH 7'den ne olurdu? Kiçik olurdu. Lakmus qızarır. Lakmus ne olurdu? Qızarır. Özü nə rəngdədir? Bənövşə. Bəli, lakmusun özü bənövşəyidir. Qızarır. Turş mühitdə nə olur? Qızarır. Elə, bəs proses kimə görə gedirdi? Qaçıyor. Proses kimə görə gedir? Deməli, proses gedir kimə görə? Proses gedir katyona görə. Çünki zəif işi görən nökərdir. Kimə görə? Katyona görə. Katyona görə. Yaxşı, bəs neçə mərhələdə gedir? Mərhələ sayını bilmək istəyirsənsə, zəifə baxmalısan. Nəyə baxmalısın Burla xatun? Zəifə. Bizim zəifimiz əsasdır. Neçə dənə OH-ı var onun? O bir dəfəyə o 2 OH-ı əldə edə bilməz. Aydındır? Hər mərhələdə OH-ın birini əldə edir. Deməli, birinci mərhələdə xlorun biri gedər, yerinə OH gələr. Birinci mərhələnin məhsulu budur. İkinci mərhələdə isə xlorun ikincisi də gedər. Kuprum OH alınır. O zaman birinci mərhələdə necə duz alındı? Əsası duz. İkinci mərhələdə isə əsasın özü alındı. Əsası nəyə alındı? Özü. Görsənmi? Yaxşı, biraz indirək də bunu. Biz onsuz da oraya yazan deyilik. Biraz indirək aşağı. Belə yaxşıdır da. Biraz uzağa qoysa əslində tutur görsün. Biraz uzağa qoysa görsənəcək. Bir zaman 8 falan var, ne? Yaxşıdır belə, görsənir də. Amma orada kimdir yazın. Şey belə qalsın. Orada kimdir yazın. Aydındır, bu ildə proses. Yəni biz heç tənlik yazmadan belə biz bu işi görə bilərdik. Bəs yaxşı tənlik yazmaq istəsək, məsələn, həqiqətən də mis 2 xloridin su ilə mübadilə reaksiyasını yazmaq istəyirəm, değil mi? Hidrolizini yazmaq istəyirəm. Bəs orada mən nə edəcəm, nəyə diqqət edəcəm? Qoyun sizə deyim. Deməli, birinci bunları silirəm. Bunlar artıq mənə lazım deyil. Çünki mən bunu tənlikdən zaten görəcəm.
Uşaqlar, sizə belə bir yavaşlama deyəcəm, bunu yadınızda saxlasa, çox rahat şəkildə nə edəcəksiniz? Prosesi apara biləcəksiniz. Bu kuprum var ha, nəyin qalığı idi? Nəyin qalığı idi o? Kuprum nəyin? Kuprum OH2-nin, yəni mis-hidroks. O deməli kuprum OH2-yə çevrilmək istəyir. Nəyə çevrilmək istəyir? Suyu da HOH kimi yazacağım. H nə? OH. Proses dönən prosesdir. Proses necə prosesdir? Axı misin 2 dənə xloru var. O ikisini də eyni vaxtda qova. Əvvəlcə xlorun birini qovacaq, sudan nəyi götürəcək? OH-ı. O zaman qovulan xlor da H-ı götürəcək. Olacaq kuprum OH xlor plus H xlor. Bu birinci mərhələ. Bu neçənci mərhələ? Birinci mərhələnin molekulyar tənliyi. Birinci mərhələ nə idi bu? Bu birinci mərhələnin molekulyar tənliyidir. Bəs ikinci mərhələdə necə olar vəziyyət? İkinci mərhələdə bu əmələ gələn duz var, mis-hidroksixlorid. O xlorin birini də itirmək istəyir. Çünki burada niyyət nədir? Kuprum OH2-yə çevrilsin. İkinci mərhələdə bu kuprum OH xlor təzədən suya hücum çəkir. Olur nə? Kuprum OH2 çöküntüsü və bu da ikinci mərhələ. Biz əslində belə molekulyar tənliyə baxanda bir şey başa düşmürük. Neyə bilirik? Bir şey başa düşmürük. O zaman tam iyon tənliyi və qısa iyon tənliyi yazmalıyıq ki, görək burada nə proses gedir, nə baş verir. Deməli, mən bunu tam iyon tənliyi yazanda bu verəcək mis 2 müsbət və 2 dənə də xlor mənfi. Suyu parçalaya bilməzsən çünki zəif elektrolitdir. Bəs bu nə verəcək? Bu verəcək kuprum OH. Müsbət, bax bu 2 müsbətdir, bu müsbət. Plus xlor mənfi, plus H müsbət, plus xlor mənfi. Qısa iyon tənliyi yazanda sağda solda eyni olanları götürürsən. Çünki onlar prosesdə rol oynamayıb. O zaman bu xlorların ikisi burada, ikisi burada. Bunlar işə yaramayıb. İşi görən kimdir? Kuprum 2 müsbət. Suyun üzərinə hücum çəkib. Nə verir bizə? Kuprum OH müsbət və H müsbət. Bunları vurdum çünki bunlar mənim işimə yaramır. İndi mənim əzlərim. Diqqətlə qulaq asın müəllimə. Bax, burada suya hücum çəkən katyondur yoxsa anion? Biz demişdik proses kimə görə gedəcək? Həqiqətən də katyona görə gedir. Mühit demişdik turş olacaq ha? Bax, burada H müsbət mi var, OH mənfi mi var? H müsbət varsa deməli mühit nədir? Mühit nədir? Turş. Başa düşdünüzmü? İndi gələk ikinci mərhələnin. Molekulyar tənliyi yazmışıq. Tam iyon tənliyi yazaq və qısa iyon tənliyini yazaq. Bu bizə nə verəcək? Kuprum OH müsbət, xlor mənfi, HOH. Kuprum OH2-ni parçalaya bilməzsən, H müsbət, xlor mənfi. Xlor mənfilər sağda solda silirsən, işi kim gördü? Kuprum OH müsbət, hücum çəkdi suya. Nə verdi bizə? Kuprum OH2 və H müsbət. Yenə də işi kim gördü? Katyon. Kim gördü işi? Katyon. Proses kimə, necə, mühit necə oldu? Duz. Birinci mərhələdə necə duz alındı? Əsası duz. İkinci mərhələdə nə alındı bəs? Əsasın özü. Buna deyirlər, buna? Hidrolizin tənliyi bu şəkildə yazılır. Aydındır. Hidroliz tənliyi necə yazılır? Bu şəkildə. Başa düşdünüzmü? Ha? Aydın oldu mu? Dəqiq. Keçək çalışmalar üzərində yenə bizim qovamıza çıxsa, mən sizin üçün izahlar verəcəm. Yaxşı? Mən sizin üçün izahlar verəcəm. Biz bir tane misal bir şeyin olmasını yazmalıyıq. Axı biz dedik bunu şifahi deyə bilirdik, yazmağa ehtiyac yoxdur. Biz bayağı nəsə yazmışdıq, kuprum xlor 2-yə, baxdıq hamısını bildik də. Amma bunu yazmağı tələb edən də yerə yazaq da. Aydındır. Adətən yəni birinci qruplardan elə də istəmir bunu yazılmağı, amma bilməyiniz vacibdir. Uşaqlar, niyə bilməyəsiniz ki, nə var bunu yazmağa ki? Burada 2 dənə anlayışı bilirsən də, zəif olan öz kəndinə gəlmək istəyir də elə bil. Aydındır. Mən birazdan birini də yazaram sizin üçün, görərsiniz ki, necə olur. Buna ait bölmə var, sadəcə buradadır. Bəli? Buna ait bölmə var, Yox, hidrolizdir də bunun, hidroliz bölməsi budur. Neçəyə baxaq? Biri istəmişsiniz yəqin ki. Deyir, lakmus nə zaman qızarır? Lakmus normalda bənövşəyidir. Nə rəngdədir? Amma turşunun təsirindən qızarır. Nəyin təsirindən qızarır? Turşunun təsirindən qızarır. Burada turşu var mı? Var. Burada 2 dənə turşu var şu an. Bu spirtli tulla, bu aromatik karbonhidrogen tulla, bu da əsas tulla. 2 dənə turşu var burada. Biri budur, bu qarışqa turşusudur, bu da
Beta sizikat turşusu. Amma bu turşu suda həll olan turşu deyil. Suda həll olmayan turşu da təsir eləməz. Bax bu turşu. Lakmusun rəngi nəyə? Dəyişdir. Gələm aşağı. Aşağıda lakmusu göyərdən lazımdır. Göyərdən nədir? Əsasdır. Bu turşu da vur getsin. Bu ümumiyyətlə hidrolizə uğramır. Bu hidrolizə uğramır. Niyə uğramır? Qüvvətli əsas, qüvvətli turşu. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidrolizə, bir də çöküntü halında olan duzlar hidrolizə uğramır. Vur getsin. Bu da qüvvətli əsas, qüvvətli turşu. Vur getsin, qaldım 2 var. Spitlər zəif turşu xassəsi göstərir. Amma lakmusa təsirlənmir, özdə ki, təsirləsə belə göyərtməz qızardır. Onu da bu, qaldı cavab. Siz bunu tanımırsınız bu dəqiqə, bu amindir. Nədir bu? Metil amindir bunun adı. Sizlər bunu tanımırsınız. Sadəcə çıxdaşla cavabı tapa bilərsiniz. Bunu keçəcəyik, gələcəkdir. Aydındır? Hə? Sonra neçəyə baxaq. Məndən sual gizlətməyin də arkadaşlar. Əgər 13-ə qədər varsa başqa sualınız verin. 11. Məsələn, 3-ü istəmirsən, Burla xatun. 3'ü. Hə. 3'ü de var. O soruşmursan axı sən. Bu soruşmasa öyrənə bilərsən. Yani öyle halledebilirim. Hidrolizə uğranmayan 2 cür olmalıdır. Ya duz gərək çöküntü olsun. Nə olsun? Ya da duzu əmələ gətirən əsasla turşu ikisi də qüvvətli olsun. Qüvvətli əsas, qüvvətli turşu. Məsələn, natrium klor kimi. İkisi də qüvvətli olanda hidrolizə uğramır. Bir də çöküntü olanda. İkisi də nə olanda? Qüvvətli olanda, bir də nə olanda? Baxıram. Zəif qüvvətli uğrayar. Qüvvətli uğramaz. Qüvvətli zəif uğrayar. Qüvvətli zəif uğrayar. Qüvvətli zəif uğrayar. Qüvvətli uğramaz. Qüvvətli zəif uğrayar. Qüvvətli zəif uğrayar. Qüvvətli hidrolizə uğramaz. Zəif qüvvətli. Zəif qüvvətli, zəif qüvvətli. Hər üçü hidrolizə uğrayır, cavab D-bəndir. Bəs Y bəndində problem nədir? Y bəndində problem budur uşaqlar. Bura səhv elədim. Kalsium klorid hidrolizə uğramır axı, qüvvətlidir. Baxın, cavabı səhv tapdım. Cavab Y bəndi. Mən Y-yə baxdım, gördüm, bunlar hamısı uğrayır axı, mən orada səhv eləmişim. Zəif qüvvətli, zəif qüvvətli, zəif qüvvətli. Cavab Y bəndi. Aydındır, başa düşdü. İndi burada hansınınsa hidroliz istəyirsənsə tənliyi yazım sənin üçün. Hansını istəyirsən tənliyin bir dənəsini yazaq da. Mesela alüminyum enoid. Hay yaxşı. Deməli, alüminyum enoid. Alüminyumla enoid 3. Bu nədən ibarətdir? Alüminyum OH3-dən və H enoiddən. Bunun əsası zəifdir, turşusu isə qüvvətlidir. Biz bunu yazmamış da bunun haqqında fikir bildirə bilərik. Qüvvətlinin meydanı olur, yəni mühit turşu olacaq. Lakmus qızaracaq turşu mühitdə. H müsbət OH mənfidən çox olacaq. Düzdürmü? pH 7-dən kiçik olacaq. Aydındır. Proses zəifə görə, yəni kationa görə gedəcək, müsbətə görə gedəcək. Və neçə mərhələdə olacaq? 3. Zəifə bax. Zəif neçədən OH-ı var? 3 mərhələdə gedəcək. Deməli, mən bunu hidroliz tənliyini yazsam, neçə mərhələ olacaq? Və zəifin duzu alınır. Zəif nədir? Əsas deyil. Deməli, əsası duz alınacaq. İndi gəlin yazaq da bunu, tənliyini yazaq. Deməli, burada alüminyum məqsədi alüminyum OH3-ə çevrilməkdir. Nəyə çevrilməkdir? Alüminyum OH3-ə. Amma 3 dənə NO3 var, hər dəfə birini nə edəcək? Hər dəfə birini itirəcək. Deməli, birinci mərhələdə bu su ilə qarşılıqlı təsirdə olsa, bizə verəcək alüminyum OH-ın birini götürdü, NO3-ün birini qovdu. Bax, NO3 3 dənə idi, qaldı neçəsi? 1,7 qramdır. Gördün mü? Birinci mərhələ. İkinci mərhələdə alüminyum OH NO3 2 təzədən su ilə qarşılıqlı təsirdə oldu. Bir dənə NO3 olacaq. Olacaq alüminyum OH 2 NO3 və HNO3. Üçüncü mərhələdə alüminyum OH 2 NO3 üçüncü NO3-ü də qovacaq orada. Olacaq alüminyum OH 3 və HNO3. Gördünüzmü? Gördün mü bunu? Ben bunun qısa yöntəmliyini, molekülər tənliyi, qısa yöntem yazmıram. Amma zaten bəllidə hər dəfə turşu olmasa mühit turşudur da. Aydındır. Deyəsiz, mənim burada əsasda olmaması, bu suda həll olmayan əsasdır. Odur ki, mühiti dəyişməz. Mühiti neynəməz? Gördünüz mü 3 mərhələdə gedir. Niyə 3 mərhələdə getdi? Çünki bizim zəifimiz olan alüminyum OH3-ə çevrilmək istəyirdi. Bizim zəifimiz bu idi və 3 dənə OH qəbul eləməli. O da bir dəfə eləyə bilməz. Hər mərhələdə bir OH qəbul edir, bir dənə turşu qalığını ötürür, özündən uzaqlaşdırır. Aydındır? Başa düşdü? Bunun en asant yolu budur. Tənlik yazmaq. Ya ümumiyyətlə bunu həll eləməkdir.
Qısa, uzun yoxdur, bu riyazi məsələ deyil ki, bala. Hidroliz tənliyi yazı istəyirsən, bu cür yazmalısan da. Amma sən desək ki, alüminium nitratda mühit nətər olur və bunu yazmağa ehtiyac yoxdur ki, baxan kimi bilirsən də. Qüvvətli turşuysa turş mühit olur. Qüvvətli əsas olsa, o zaman əsası qələmi mühit olur. Aydındır? Zaten mühiti biləndən sonra digər şeylər özü çıxır ortaya. Mühit əgər turşdursa, lakmus qızarır, H müsbət çox olur, pH 7-dən kiçik olur, proses deməli kationa görə gedir. Bu şeylər özü çıxır üzə. Aydındır? Sualın cavabını tapmaq üçün hər dəfə bunu yazmağa ehtiyac yoxdur. Aydındır? Mən bu sualın cavabını tapanda mən bunları yazdım. Təbii ki, yox. Amma birdən tənli istəsə səndən, desə ki, məsələn, tam iyon tənli, qısa iyon tənli mənci yaz, o zaman gərək prosesi yazasan ki, biləsən tam iyon tənli nədir, qısa iyon tənli nədir. Aydındır? Başa düşdün? Sonra sən istəyirsən de. De ya balam, ürəkli ol, de, mən problem deyil, izah edəcəm. 6. Hə, deyir, hansı uzunsuda məhlulun mühiti nə olur? Səhv göstərir. İndi sən mənsin təhlil elə. Burada kalium qüvvətli əsasdır, yoxsa zəif əsasdır? Qüvvətli. Bəli, qüvvətli əsas. Bəs H2SO3 zəif turşdur, qüvvətlidir? Bəli, zəif turş. Deməli, qüvvətli əsas zəif turşdur. Qüvvətlinin meydanı olur. Deməli, mühit necə olacaq? Qələmi. Əsası, yəni qələmi. O zaman bu düzdür də, hə? Anladım. Düzdür. De görüm, natrium qüvvətli əsasdır, zəif əsasdır? Qüvvətli. Bəli, qüvvətli əsas. Turşu istərsə H2SO3 metasiliqat zəif turşu. Zəif turşu. O zaman mühit yenə nə olacaq? Qələmi. Düzdür də onu. Natrium xlor, qüvvətli əsas, qüvvətli turşu. Onda mühit. Hidrolizə, Neytral. hidrolizə uğramır. Hidrolizə uğramır, deməli su qalıb neytral da. Su normalda suyda əgər duz hidrolizə uğramırsa, turş və ya əsası mühit yaranır, yox. Deməli, o zaman bunu səhv verib də turş. Yanlış budur, cavab budur yəni. Bax bura, qüvvətli əsas, zəif turşu, yenə qələmi mühit. Zəif əsas, qüvvətli turşu. Yəni H-NO3-ün qalığıdır da bu, qüvvətli turş mühit. Düz ver. Aydındır? Mən təhlük yazdım. Hər dəfə yazmağa ehtiyac yoxdur ki, cavabı belə tapırsan da. Başa düşdün? Aydındır Nura? Sonra içə baxaq. Davam edək. 13-ə qədər var sualınız. Hamısı bir-birinə oxşuyur. Yaxşı, baxaq onda 13. 11 dediniz deyəsən, hə? 11 dəfə. Ha, yenə də lakmusu nə etmək lazımdır? Qızartmaq. Lakmus hansı mühitdə qızarır? Turş mühitdə. H müsbət olanda, hə. Yəni turş mühitdə lakmus qızarır. Deməli, mənə qüvvətli turşu, zəif əsas lazımdır. Nə lazımdır mənə? Qüvvətli turşu, zəif əsas. Qüvvətli turşu, qüvvətli əsas. Ha? O zaman bu hidrolizə uğramır. Qüvvətli turşu, qüvvətli əsas, qüvvətli turşu. Hidrolizə uğramır. Yəni, o bir üçdür cavabı, yəni baxmağa ehtiyac yoxdur. Çünki təkli cavab yoxdur. Gələn bura. Zəif əsas, qüvvətli turşu. Qüvvətli nə? O zaman turş mühit. Zəif əsas, sülfat turşu, qüvvətli turşudur da, H2SO4. Qüvvətli turşu, o zaman turş mühit. Tutarı getdi. Cavab 1-3, Y bəndi. Aydındır? Dəqiq? Aha, davam edək. 13. Burada alınan duzlardan söhbət edir. O zaman burada duzları yazmalıyam ki, burada hansı duzlar alınır? Təbii ki, məsələ bu reaksiyaların gedişini bilmək. Necə biləsən, ondan sonra da alınan duzları da analiz edirsən. A bəndində nə alına bilər ki, uşaqlar? Kalium var və SO4. O zaman kalium 2, SO4. Təhlil yazmaq üçün təxmin eləmək olur. B bəndində nə alınır? Kalsium klorid alınır. B bəndində nə alınır? Kalsium klor 2. C bəndində natrium CO3. C bəndində nə alınacaq? Natrium 2 CO3. D bəndində nə alınır? Natrium NO3. Natrium NO3. Bəs Y bəndində nə alınır? Kuprum SO4. Nura sən təhlil elə. Bu necə əsasdır bala? Bəli, qüvvətli əsas. Bəs bu sulfat turşusu necə turşudur? Sulfat H2SO4-dur. Qüvvətli turşu. O zaman bu hidrolizə uğrayar, uğramaz. İkisi də qüvvətli olanda nə olur? Sən ağa, mən ağa, inəkləri kimsə ağa. Belə bir deyim var. İkisi də ağadır, bunlar ikisi iş görmür və proses getmir. O zaman hidrolizə uğramır. Bax, kalsium necə əsasdır? Qüvvətli əsas qalığı. Bəs xlor necə turşun qalıqdır? Qüvvətli turşun qalığı. O zaman bu arada da ikisi də ağadır, hə? Burada da getmir. Gələn bura. Natrium qüvvətli əsas. NO3 qüvvətli turşu. Hidrolizə uğramır. Natrium qüvvətli əsas. Bəs karbonat turşusu H2CO3
Xeyr, H2CO3 vardı qüvvətlərin içində. Bir dənə baxalım siyahıya. Turşuların turşuların siyahısına bax. H2CO3 var orada. H2CO3 karbonat turşusu. Yoxdur, deməli zəifdir onlar. Zəif turşunun qalıqıdır. O zaman əsası qüvvətli turşusu zəifdir. Mühit necə olacaq? Qələf. Anladın mı? Bax, mis necə əsasdır? Bəli. Zəif əsas. Kim dedi? Sən dedin. Bəs sulfat turşusu? Qüvvətli turşu. Deməli, qüvvətlinin meydanı olacaq, mühit olacaq turşu. Səndən turşu mu istəyirdi, yoxsa qələbi mi istəyirdi? Cavab nə olacaq? Çətindir ki, eləmək olar, burlaq atom. Sonra 14-ə baxaq. İndi 14-də də məhsulları yazacağım sizin üçün. Analizama siz aparın. Yaxşı? Ben niye getdiyini də deyim də bunların, qoy maraqlı olsun ki, biləsiniz niyə bunlar baş verir. Metallar yaklaşmaya gəldiyi sırasında bizdən əvvəl yerləşir. Dəmir o misi çıxaracaq. Ondan ferromes olur. Burada bir mis alınır, mis mən maraqlıdır, yazmıram. Burada qüvvətli turşu, zəif turşu duzunla sıxışdırır. O zaman burada natrium klor alınır, bir də H2CO3 onu yazmıram. Bu manqanoidin təsirindən kalium kloroid parçalanır. Kalium klora və oksigenə, oksigen yazmıram, ehtiyac yoxdur. Mənə duz lazımdır. Mis 2 hidroksidlə sulfat turşusu yerində kupr MSO4 alınır və su alınır. Suyu yazmıram, ehtiyac yoxdur. Natrium hidrokarbonatlar parçalananda karbonat verir. Nə verir? Yəni burada alınacaq natrium 2CO3, su və karbon qazı, onları da yazmıram. İndi gəldik bunları analizinə. Hə, bu analizə görürük. Birincidə qüvvətli turşu zəif əsas. Deməli, zəif əsas qüvvətli turşunun qalığı, deməli turşudur. İkincidə isti qüvvətli getmir. İşte qüvvətli olduğu üçün proses getmir. İşte qüvvətli olsun, proses getmir. Burada zəif əsas. Zəif əsas qüvvətli turşu. Turşu mühit. Zaten bəli, cavab Y olan, böyük ehtimal. Qüvvətli əsas, zəif turşu, qələb mühit. Və yaxud da əsası deyirlər, qələb mühit deyirlər, fərqli yoxdur. Aydındır? Anladın burlaq atom? Bəli. Anlayırsan? Bura, dəqiq. Devam edik. Neçədir sonraki sualımız? 17. Bu 15-16 hamısı bunlardandır, inanırsınız. Bu 15'i istəyirəm, çünki bilməli ki, burada necə duz alınır. Başta bu bayaq alüminyum nitratı sizin üçün analiz eləmişdim də. Tutaq ki, sən bunu hidroliz tənliyi yazmadan necə bilə bilərsən ki, birinci mərhələdə necə duz alınır? Bax, alüminyum NO3, 3. Bunun əsası alüminyum OH3'dür, turşusu da HNO3'dür. Hansı zəifdir bunlardan? Zəif əsas, qüvvətli nə? Turşu. Deməli, o zaman bunun birinci mərhələsində zəifin duzu alınacaq. Nəyin duzu alınacaq? Yəni, necə duz olacaq? Həqiqətən də birinci mərhələdə bu verir bizə alüminyum OH, NO3 neçə dənə? 2 dənə. İkinci mərhələdə bu da parçalanır nəyə? Alüminyum OH 2 NO3-ə. Üçüncü mərhələdə isə bu da verir nə bizə? Alüminyum OH 3-ün özünü. Aydındır? Birinci mərhələ məhsulu, ikinci və üçüncü. İndi ikincisinə baxaq. Natrium karbonat. Zəif olan natriumdur, yoxsa H2CO3-dür? Yəni turşu zəifdir də. Deməli, zəifin duzu alınar. O da turş duzu alınacaq. Bəs üçüncüdə necə duz alınır? Ümumiyyətlə, üçüncü maddə kalium nitrat hidrolizə uğranır. Aydındır? Ayıq olun, ha, ayıq olun. Eşitirsən? Bu sizdən ki, mələk sizlə gəldi. Bu gün mələk sizlə gəldi. Bax, niyə gəlməyir bu? 16'da cavab yoxdur. Elə şey olar. Baxın da. Zəif əsas qüvvətli turşu. Deməli, əsası duz. Qüvvətli turşu, zəif əsas. Turş duz, təsinə. Qüvvətli əsas, zəif turşu, turş duz. Bu da uğranır. Deməli, birə adı, ikiyə B-dir. B-mən. Nədir, hansıdır? 16. Mühiti istəmir axı səndən. Nə istəyirlər? Birinci mərhələdə alınan duzu istəyir səndən. Oğul bala, mühiti istəmir axı səndən. Mühiti istəsə sən deyən. Sonra necə? 17-də bizə verildi CH3, COO natrium. Bunun əsası natrium OH-dır. Turşusu isə sirkə turşusudur. CH3, COH. Bu üzvü turşudur. Bu zəif turşudur. Zəif nə? Turşu. Bu isə qüvvətli əsasdır. Nədir? Qüvvətli əsas. O zaman mühit nə olur? Qüvvətlinin meydanı olur. Mühit olacaq qələbi. Mühit nə olacaq? Qələbi. Mühit qələbi olacaq. pH 7-də böyük olacaq. pH 7-də böyük olacaq. COH
CH-da çox olacaq. Lakmus göyərir. Nə edir? Göyərir. Proses kimə görə gedir? Zəifə görə. Zəifimiz budur, mənfi, bu da müsbət. Qüvvətlimiz yox, zəifimizə görə. Yəni proses aniona görə gedir. Nəyə görə? Yəni bəndləri analiz edirik. Kationa görə gedir yalan, aniona gedir düz. Suda OH-dan çoxdur. Düz. 4 də yalan. Yalan istəyir düz. 2-3. Aydındır? Başa düşdünüz? 18 də bunun eynisidir, onu da siz deyin mənə. Yeni eşit əsasın. Aniona yerə gedir, bəli. Kationa yalan. Yəni budur da yəni. Başa düşdünüz də. Bir zəifdir də, siz üç zəifdir. Yine biraz daha rahatlaşdı, hə? Yoxsa yox? Hansı maddə hidrozindən əsası duz alınır? Əsası duz alınması üçün yəni əsas zəif olsun, özü çox turşulu olsun. Əsas nə olsun? Və zəif. Nə olsun? Zəif olsun. Baxaq, qüvvətli olan əsasları silək. Qüvvətli əsas sil, qüvvətli əsas sil, qüvvətli əsas sil. Zəif əsas, zəif əsas. 2 dənə zəif əsasım var. Bu NH4 OH-dır. Bir turşulu əsasdır. Bu kuprum OH2-dir. O zaman cavab C bəndi, kuprum OH2. Deyəsən niyə? Niyə D yox? Çünki D-də əsas zəif olsa da bir mərhələdə gedir. Çünki ona bir dənə OH ehtiyacı var. Birini götürəcək, qutardı getdi. Amma misə 2 dənə OH lazımdır. O bir mərhələdə o işi görə bilmir. Birinci mərhələdə OH-ın birini götürür, nəticədə əsası duz yaranır. İkinci mərhələdə həmin əsası duz çevrilir, əsasın özüdür. Aydındır. Kim tam başa düşüb 100%? Böyle baxsan mənə. Kötək vuraram sənə. Kötək bilirsən nədir? Bax. Elə şey olar, kötək bilmirsən. Kötək döyməkdir də, döyürlər kötək. Sonra, kötək nəsə ağaçdır, hə? Ona bax, kötük yox, kötək deyil. Sonra 21 istəmişdik, 21-ə baxaq. 21-də duzları yazıb elə almalıyam. A bəndində natrium karbonat alınır. Nə alınır? Natrium 2, CO3. B bəndində alınır kalsium klor 2. C bəndində alınır kalium klor. D bəndində alınır natrium NO3. Y bəndində alınır sink klor 2. Bu hidroliza uğramaz qüvvətlidir. Bu da uğramaz qüvvətlidir. Bu da uğramaz qüvvətlidir. Burada qüvvətli əsas zəif turşudur. Qələbi mühit. Burada zəif əsas qüvvətli turşudur. Turşu mühit. Eyni tipli suallardır ya, fikir verirsiniz. Sonra neçədir orada? Bu 24-ü məncə artıq Burla xatun mənə deyə bilər. Deyirəm Burla xatun, sink klor 2-də əsas qüvvətlidir, zəifdir. Əsas nə? Sink də, sink, zəif əsas. Sink qüvvət. Baxalım qüvvətli əsasları orada. Aynı zəifdir. Öyrənmirik, bir dənə sıra öyrənsə iş düzəlirik. Mən zəif. Var olan içində, Xeyr. olan qüvvətlilərdə yerdə qalan zəifdir. O zaman sink zəif əsasdır. Bəs H klor, xlor. Xlor da Baxdın, turşu. O zaman qüvvətli olan turşu hissəsidir. Mühit nə olacaq? turş. Turşu mühitdə lakmus nə olur? Qızar. O qızarır da deməli, birdə qızaracaq. İkinci, natrium sülfat. Natrium qüvvətlidir. Sülfat. Sülfat da qüvvətlidir. O zaman hidrolizə o zaman dəyişir. Hadi D variantıdır. Rahatdır. Rahatsan. Gündə çay desənim. Bəli. Hansı duzun deyir sxemi bu şəkildədir. Bu şəkildə olması üçün fikir ver, X-i görsən, bir dənə OH götürüb işi düzəlir. X nə eləyibdir? Yəni bunun əsası zəifdir. Nəyi zəifdir? Bunu sil, bundan olmaz, bunu da sil olmaz, bunu da sil olmaz, bunu da sil olmaz. Budur cavab. Deyəsən mənim gümüş nitrat necə yəni? Niyə ritimdə o Deyəsən, yox, o hidroliz uğranmamış. İlk hidroliz uğranmır axı oğlum. Düşmədi. Bildim. X-ə düz qüvvət. Burada bu necə əsasdır? Zəif əsas, qüvvətli turşu. Yəni aha budur, nökər də
budur. İşi kim görəcək? Nökər. Ad kimin olacaq? Ağanın. İndi gəl su ilə bunun təlliyin yazım üstüncü. Yazdım. Burada nə olacaq? Gümüş OH, hə? Və H. İndi sual verirəm. Bunun ikinci mərhələyə ehtiyacı var, yoxsa gümüşə bir dənə OH bəs eləyir? Çünki bu gümüş OH-ın qalıqdır da. Bir mərhələdə baş verdi də, bunu atsam olur gümüş müsbət NO3 mənfi HOH. Bunu aça bilməzsəm çünki söküntüdür. H müsbət NO3 mənfi. Bir NO3 mənfiləri sil çünki o işə yaramır. Gümüş gəlibdir, suya hücum çəkibdir. Çevrilibdir gümüş hidroksidə, arzusuna, kamına çatıbdır, mühitdə dur. Fikir ver, mühit nə oldu? Dur. Mühit nə oldu? Dur. İşi kim gördü? Katyum. Kim gördü? Katyum. Yəni X yazı bu yerinə, X-in yerinə gümüş yaza bilərsən. Nə oldu? 5 dəqiqə qalır. Ha, bilirəm mən. 5 dəqiqə. Yer çox çəkmişəm də, yer dolub ona görə. Silərəm, yaxşı. Sən xəttə siləcəm. Belə də xoşmuş. Şuraya. Yox, xeyr yoxdur. Neyse, devam edək. 7 dəqiqədə çəksən, bu bəsimizdir. Bütün dərsi, bütün izahları təmizə verir. Sonra 29 istəmişsiniz. Şolar, 29-da nə istəyir ki bizdən? Hidroza uğrasını istəyir. Hər ikisi hidroza uğrasın. Hidroza nə zaman uğramırdı? Çöküntü olanda və ikisi də qüvvətli olanda. Hə? İkisi də qüvvətli olanda. Elə mi? Burada olur natrium mesodur. Bu ümumiyyətlə uğrayar mı? Elə beybəndisi. Burada olur barium klor 2. Uğrayır mı? Sil geçsin. Belə bu deyil də sil. Burada olur kalsium diyoruz uğrayar. Barium mesodur. Barium mesod çöküntüdə axır. Uğramır. Ceyba mesod. O bəndə natrium karbonat uğrayır, sink sulfat uğrayır. Gümüş klorid çöküntü daxil. Gümüş klorid nədir? Uğramır. Natrium sulfat alınır. Uğramır. Cavab nədir? O bəndə. Natrium karbonat alınır, uğrayır. Mühit qələbli olur. Bir də sink sulfat alınır, uğrayır, mühit turşu olur. Aydındır? Hə? Aydındır? Davam edək. Neçə? Hansı duzların birinci mərhələsində əsası duz alınır? Artıq bunu bilirsiniz. Əsası duz alınması gərək əsası zəif olsun və çox turşulu olsun. Əsası nə olsun? Zəif və çox turşulu. Əsas qüvvətli, əsas qüvvətli, rədd elə. Əsas qüvvətli, əsas qüvvətli, rədd elə. Qüvvətli əsaslar, rədd elə. Qüvvətli əsaslar, rədd elə. Cavab verin. Hər hansısa birini istəyirsiniz, göstərir sizə. İstəyirsiniz? İstəyirsən yazın. Deməli, burada ferrum OH 2-yə çevrilmək üçün 2 mərhələ lazımdır. Bu magnezium OH 2-yə çevrilmək üçün 2 mərhələ lazımdır. Bu da sink OH 2-yə çevrilməsi üçün 2 mərhələdə hər dəfə bir OH artıracaq. Sonra 7. Bu qəbul sualı uşaqlar. 4-cü qrup qəbul sualıdır. 2021 yoxsa 2020 dəqiq hatırlamıram, amma qəbul sualıdır dəqiq. Əvvəlkiləri qəbul. Deməli, burada dəmir sulfatı hidrolizi. Bunu tənlik yazmamış eləyə bilməzsiniz. Tənlik yazmamış nə eləməzsiniz? Deməli, gəl yazıram. Ferrum SO4. Bu ferrum OH2-yə çevirmək istəyir. Nəyə çevirmək istəyir? Bunun heç bir dərdi yoxdur. Bu AH-dır. Bu AH-dır. Görürsən, bu AH-dır. Görürsünüz? Bunun üçün problem yoxdur. Nökər budur. Bu nökərin bir dərdi var, ferrum OH2-yə çevrilsin. Nəyə çevrilsin? O bir dəfəyə çevrilə bilməz. Hər dəfə bir dənə OH götürməlidir. Hər dəfə nə etməlidir? Hər dəfə nə etməlidir Burla xatun? Normalda dəmir OH2-dən 2 OH qopduğu üçün dəmir 2 müsbət olur. Dəmir neçə müsbətdir? Amma dəmirə bir dənə OH birləşsə, OH, o müsbət olacaq. Niyə deyəsən müsbət olacaq? Çünki bu 2 müsbət, OH da mənfi. Cəm neçə edir? Bir müsbət edir. 2 müsbətdən bir mənfi topla. Amma müsbət ilə mənfi bir topla. Hə, nə oldu belə edir. İndi bunun üzərində gələk suyu başlayaq məhsimizə aparaq. Birinci mərhələnin molekulyar tərliyi. Plus HOH. Bizə nə verir? Dəmir bir dənə OH götürəcək. Dəmir bir dənə OH götürəndə müsbət 1 olur. SO4 2 mənfi olduğu üçün bunun ayağına bir 2 yazmağa məcburam. Ayağına 2 yazmağa məcburam. Bildin hə, niyə yazdım bura 2-ni? Sarkoziyam. Plus H2 SO4 alınır. Plus nə alınır? Həmişə bunları sizə görə yazmışdım, bunu silək buradan. Bir də bunu əmsallaşdıraq, 2 dəmir var. Bura bir 2 yazaq. Hidrogen meslərini 4 dənə 2 yazaq. Düzəltdim.
Gələk tam yöntəmini yazaq. Nə yazırıq? Tam. Bu 2 dənə dəmir 2 müsbət verir. 2 dənə SO4 2 mənfi verir. HOH ayıra bilməzsən. Bu parçalananda da 2 dənə ferrum OH müsbət verir. SO4 2 mənfi. H 2 dənə H müsbət və SO4 2 mənfi. SO4'lər işə yaramayıb. Dur getsin. Qısa yöntəmliyində nətər olacaq? 2 dənə dəmir 2 müsbət. Üstəgəl 2 dənə HOH bizə verib 2 dənə ferrum OH müsbət və H 2 dənə H müsbət. Bu ikiləri buradan sil çünki əmsallar gərək iqtisar getməyən tam ədədlər olsun. Al sana bu. Bu bizim orada 2-yə oxşayır, oxşamır. Buna oxşayır, deməli bu düzdür. Keçsəm ikinci mərhələyə. İkinci mərhələnin molekulyar tənliyində bu əsası duzu görürsənmi? Ferrum OH 2 SO4. Bu tərsindən suya üzüm çəkir. Suya nə edir? Üzüm çəkir. Verir ferrum OH2-nin özünü və H2 SO4. Aydındır? Burada 2 yazaq. Düzəlsin deyə. SO4 düzdür. Hidrogen oldu bizdə. Əmsallaşdırmasa da olar. Sadəcə əmsallaşdırıram ki, siz əmsallaşmanı da görəsiniz. Tam yöntəmini yazaq. 2 dənə ferrum OH müsbət. Üstəgəl SO4 2 mənfi. Üstəgəl 2 HOH. Bizə nə verir? 2 dənə ferrum OH 2. Üstəgəl 2 dənə H müsbət. SO4 2 mənfi. SO4 2 mənfiləri silək. Deməli, qısa yöntəmliyi nətər olacaq? 2, 2, 2, 2-ləri yazmayacaq. Ferrum OH müsbət. Üstəgəl HOH bizə verir. Ferrum OH 2 plus 2 H müsbət. Plus H müsbət. İşi kim gördü? Katyon. Hər iki halda katyon. Mühit nətər oldu? Tuş. Birinizdə necə duz alındı? Əsas duz. Gördünüz mü? Yaxşı, bu qısa yöntəmliyi. Orada var cavablarda, yoxsa yoxdur? Məncə yoxdur. Buna oxşayır, amma bu deyil. Burada ferrum OH müsbət deyir suya, burada H. Burada ferrum OH 2 alınır, burada ferrum OH. Burada H müsbət alınır, burada H. Deməli, bu da yanlışdır, bu da yanlışdır. Doğru olan nədir? Yalnız 2. Aydındır. Belə. Təşəkkürlər. Bugünlük bu qədər izah bəsdir video üçün. Qalanını özümüz həll edəcəyik.